Təcili olaraq Yasamal rayonu Mida yaşayış kompleksində qanuni 2 otaqlı, tam təmirli mənzil satışa çıxarılıbdır. Biz də gəlmişik, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Gördüyünüz kimi binanın həyətində uşaqların əyləncəsi üçün və böyüklərin əyləşməsi üçün yerlər təyin olunubdur. İndi isə keçid edib mənzilin daxili görünüşü ilə də siz dəyərli izləyicilərimizi tanış edəcəyəm. Mənzili təqdim etməmişdən öncə istədim Mida yaşayış kompleksi haqqında sizə məlumat verim. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Binanın qazı suyu işığı yeni olmaqla bərabər liftləri yeni və işlək vəziyyətdədir. Lift gəlsin, qalxaq mənzilə. Mənzil yerləşir 9 mərtəbəli binanın 6-cı mərtəbəsində. Qanuni 2 otaqlı, tam təmirli mənzildir ki, təcili olaraq satışa çıxarılıb. Gəldik, çatdıq mənzilə. Gördüyünüz kimi girişdə böyük bir koridordur, uzun. Keçid edək qonaq otağından ilk öncə başlayaq. Bura mənzilin qonaq otağıdır. Mənzilin ümumi sahəsi 60 kvadratdır. Mənzil hal-hazırda kirayədədir. Yataq otağını təqdim etdim. Neysə, keçid alaq sanitar qovşağını təqdim edim. Burada mənzilin sanitar qovşağıdır. Bura isə mənzilin mətbəx hissəsidir. Burada isə avtobus xədlərinin sonuncu dayanacağını görürsünüz və 133 nömrəli məktəbdir. Yaxınlıqda isə park mövcuddur. Əvvəldə bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir. Liftləri yeni və işlək vəziyyətdədir. 9, 10 və 7B nömrəli avtobus xədlərinin sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilindədir. Bu mənzilin qiyməti 170 min manata deyilir. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.